dənə peyğəmbər diridir, 4 dənə peyğəmbər, bir dənə imam. Yəni ki, onlar dünyalarını değişmirlər hələ. Qiyamətə yaxın olacaqlar üçün. İsa peyğəmbər, İdris peyğəmbər, Xızır peyğəmbər, İlyas peyğəmbər. Onlardan ikisi yer üzündədir. İkisi də biri behiştədir, İdris peyğəmbər, İsa peyğəmbər 4-cü asmanda. Xızır peyğəmbərlə İlyas peyğəmbər yer üzündədir. İlyas peyğəmbər dəryadadır, Xızır peyğəmbər Kəhf surəsində kim baxsa, Kəhf surəsində Xızır peyğəmbər haqqında Həzreti Musa'nın söhbəti var. Ki buna baxsa, nəzər eləsə görəcək burada. O da yer üzündədir. Bunlar diri peyğəmbər. Hətta İmam Zaman ağanın diri olması onlarla müqayisə olunur ki, Xızır peyğəmbər də Allah diri saxlayıb. Abi həyat suyunu içib, diri qalıbdır qeybətdə. Hətta bizim Azərbaycan xalqı birinci edir. Dində, imanda, əqidədə, əxlaqda, dünya üzərində. Hətta Peyğəmbər Aleyhisselam özü buyurub ki, İstəyirsiniz siz əgər türklərin, Mahir qardaşımız qəşən bir sözdür deyə, İstəyirsiniz əgər siz türklərin ürəyini alasınız, onların dilini öyrənir. Bizdə bir adam ərəb dilini biləndə, deyir, ola ərəb istəyir, bilsən nədir bu? Ərəb dilini alır ki. Ancaq Peyğəmbər Aleyhisselam ərəblərə deyib ki, İstəyirsiniz türk millətinin ürəyini ələ alasınız, gedin onların dilini öyrənin, onların öz dilində danışırlar. Gör, nə olur? Əhsən. Əhsən. İndi gör, nə qədər mühimdir, nə qədər möcüzəlidir bu. Peyğəmbər belə qiymət verib, ha. Ne üçün? Neçə dənəsi var, birini deyəcəm sizə. Bizim Azərbaycan xalqının bir dənə milli, mənəvi dəyəri var ki, bizim aliliyimiz, mükəmməl olmayımız budur ki, dini qanunlarla milli, mənəvi adət ənənlərimizi biz yaşadırıq. Müştərək yaşadırıq.